billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Salam hörmətli tamaşaçılar, xoş gördük sizləri ibadətin şirinliyi verilişində. Söhbətimiz namazda, onun əhəmiyyətində və o namazdakı Allah dərgahında bəyəniləndir və qəbul olan namazlarda idi. Dedik ki, biz öz səyimizi göstərməliyik, belə ki, Allah dərgahında qəbul olunmuş bir namaz qılaq. Bunun üçün müxtəlif şərtlər var və qeyd elədik ki, bütün əməllərin, bütün ibadətlərin, bütün yaxşılıqların qəbul olması da namazın qəbul olmasına bağlıdır. Bizim bir çox rəvayətlərimiz var bu haqda. O cümlədən Kafi kitabında yer almış bir rəvayətdir Həzrət İmam Məhəmməd Baqir əleyhissalamdan ki, buyurur: İnnə əvvələ ma yuhasibu bihil əbd əs-səlat. Bəndənin sorğu-suala, hesab kitaba çəkiləcəyi ilk əməl namazdır. Və in qubilə ma səvaha. Əgər o namaz qəbul olsa, bəndənin digər əməlləri də qəbul olar. Və izə ruddə aleyhi sairu əməli. Əgər bu əməl qaytarılsa, yəni qəbul olunmasa, insanın digər əməlləri də qəbul olmaz. Bəs ibadətlərin ən başlıcası namazdır. Ona görə də həm namazımızın, həm digər əməllərimizin qəbul olması üçün biz səy eləməliyik ki, Allah dərgahında qəbul olunmuş bir namaz yerinə yetirək. Və bunun öz şərtləri var, öz keyfiyyəti var. Bu şərtlərdən ikisinə ötən verilişimizdə işarə elədi. Dedik, birincisi təqvadır. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnnəmə yətəqəbbəlullahu minəl muttəqin. Allah yalnız o yaxşı əməli müttəqilərdən, təqvalı olanlardan qəbul edir. Təqvalı olanlar kimlərdir? O şəxslər ki, Allahın əmr elədiklərini yerinə yetirirlər, Allahın qadağan elədiklərindən çəkinirlər. İkinci şərt, namazın qəbul olmasına ümidvar olmaqdır. İnsan öz əməlini düzgün şəkildə yerinə yetirməlidir və yerinə yetirdikdən sonra da onun Allah dərgahında qəbul olmasına ümidli olmalıdır. Ümumiyyətlə, bəndə Allaha nisbətdə həmişə qorxu və ümid halında olmalıdır. Yəni, həm qorxmalıdır ki, ola bilər hansısa nöqsana, qüsura yol verim, Allahın bəyəndiyi bir əməl olmasın mənim bu namazım, yəni Allah bəyənən, Allah istəyən kimi bir namaz qılmayım və mənim namazımı Allah Teala qəbul eləməsin. O tərəfdən də ümidvar olmalıdır ki, bu namaz ki, yerinə yetirdim, Allah Teala bunu inşallah öz rəhməti ilə, öz böyüklüyü ilə qəbul edəcək. Yəni, nə o tərəfdən məğrur olmamalıdır öz əməlinə ki, mən bir namaz qılmışam. Bu tərəfdən də ümidini itirməməlidir ki, mənim namazım qəbul olmayacaq. Çünki ümidini itirsə, mümkündür, yavaş-yavaş namazdan və yaxud sair xeyir əməllərindən də ümidini itirə, ümumiyyətlə, öz haqq yolundan insan çevrilə. Üçüncü şərt, namazın zahirini düzgün şəkildə yerinə yetirməkdir. Namazın zahirində iki məsələ nəzərdə tutulur. Biri onun vacibatıdır, vacib hissələridir. Biri də onun müstəhəb hissələridir. Vacib hissəsində onun müqəddimə işlərindən başlamalıdır, düzgün yerinə yetirməyə, o cümlədən düzgün dəstəmaz almalıdır. O namaz qıldığı yer qəsbi olmamalıdır, zorla kiminsə əlindən alınmış bir yer olmamalıdır, üzərində xumsu olan bir yer olmamalıdır, libası o cümlədən
qəsbi olmamalıdır. Yəni qəsbi kiminsə razılığı olmadan geyilən bir libas, yaxud haram pulla alınmış bir libas, yaxud xumsu verilməmiş bir libas, belə libaslar olmamalıdır, pak libas olmalıdır. O libas vəhşi yaxud yırtıcı heyvanların, əti haram olan heyvanların ətindən, dərisindən və sair hissələrindən hazırlanmamış olmalıdır. Pak olmalıdır. Sonra namazın öz hissələrində baxmalıdır ki, insan namazını, təkbirətli ehramını düzgün yerinə yetirsin, qiyamı, qiraəti, rükusu, səcdələri, təşəhhüdü, salamı hamısı düzgün şəkildə yerinə yetirmiş olsun. Burada mən bir şey qeyd eləmək istərdim. Çox cəmiyyət arasında bu geniş bir mövzudur. Bu da namazın qiraətinin düzgün oxunmasıdır. Baxın, yəni əksər namaz qılanlara siz diqqət eləsəniz, vacibatını düzgün yerinə yetirirlər. Yəni necə öyrəniblər vaciblərini o cürdə yerinə yetirirlər, hətta müstəhəblərə də riayət edirlər. Amma qiraət məsələsinə gələndə biraz onların çətinlikləri var. Düzdür, hər kəs namaz öyrənəndə, onu namaza öyrədən bəzi ərəb dilində məxrəcli hərflər ki var, onların üstündən keçirlər. Niyə deyirlər ki, qoy bu namazı öyrənsin, yəni əsas namazın öyrənilməsidir, düz qılınmasıdır. Deyirlər ki, onu da yavaş-yavaş sonradan öyrənərsən. Bunu namaz öyrədənlər bu cür öyrədirlər. Amma bu şəxs, bu namaz qılan şəxs elə ki, namazı öyrəndi, səy eləməlidir, bütün gücünü göstərməlidir ki, o məxrəcli hərfləri də düzgün yerinə yetirsin. Yəni, bunun üçün vaxt qoymalıdır. Baxın, ərəb dilində təqribən 4 Z yaxud Z-yə oxşayan hərf var. Ki, onlardan cəmi biri Z hərfidir. O biri üçü Z hərfi deyil. Bunlar Z-yə oxşayırlar. Yəni, tələffüzdə Z-yə oxşayırlar. Hətta bəziləri lap D-yə oxşayır. Amma bizim əlifbamızda onu ifadə eləyəcək bir hərf olmadığı üçün məcburdular onu Z-yə oxşadığı üçün Z kimi yazsınlar. Və öyrədənlər də adətən o bilməyənlərə Z kimi öyrədirlər. Yaxud 3 S və S-yə oxşayan hərf var, 2 T var, 2 H var. Ümumiyyətlə 8 məxrəcli hərf var. Namaz qılanlar elə ki, namazı öyrəndilər, başlarlar namaz qılmağa, artıq daha səhvlərə yol vermirlər. Səy eləməlidirlər ki, o hərfləri də düzgün tələffüz eləməyin qaydasını öyrənsinlər. Bunların hər birisi üçün 1 dəqiqə vaxt qoysalar, İnşallah öyrənərlər. Əgər 1 dəqiqə bəs eləmədi, 1 saat vaxt qoysunlar, hərəsi üçün 1 gün vaxt qoysunlar, hərəsi üçün 1 ay vaxt qoysunlar, yenə yeri var. Çünki bir şəxs fərz eləyək 15 yaşında ya 20 yaşında başlayıb namaz qılmağa, namazı öyrənib də namaz qılır. Hələ bu insan 100 il bundan sonra da namaz qılacaq. Ömrü bilmək olmaz, bir ömür namaz qılacaq. Bu bir ömrü səhv namaz qılmalıdırmı? Xeyr. Baxın, risalələrin hamısında yazılıbdır ki, bu hərflər gərək öz məxrəcindən düzgün tələffüz olunsun. Əgər düzgün tələffüz olmasa, o namazı deyiblər ki, gərək təzədən qılasan. Bu namaz düzgün namaz sayılmır. Bəs deməli, biz ilk növbədə namazın düzgünlüyünə, yəni həm təkbirətül ehramdan tutmuş, qiyamından, qiraətindən ta təşəhhüd və salamına qədər hamısını düzgün şəkildə vacibatın yerinə yetirməliyik. Elə ki, bunun vacibatın yerinə yetirdik, artıq namaz təklifi, artıq namaz vəzifəsi bizim öhdəmizdən götürülür. Bizim onun hələ qəbul olmaqlığı ilə işimiz yoxdur. Allah ki buyurmuşdu, namaz qılın. Elə ki biz bunun vacibatını düzgün şəkildə yerinə yetirdik, artıq sabah axirətdə bizə deməyəcəklər ki, niyə namaz qılmamısan? Çünki biz namazı düzgün şəkildə yerinə yetirmişik. Yəni bizim adımız namaz qılanlardan yazılacaq. Daha
namaz qılmayıb deyə bizi cəzalandırmayacaqlar. Bu təklif, bu vəzifə artıq bizim öhdəmizdən götürülübdür. Amma yenə qayıdırıq o ikinci şərtə ki, yenə ümidvar olmalıyıq ki, Allah elə vacibatını da yerinə yetirsə, yəni o namazın quruluşunu, namazın çərçivəsini də yerinə yetirmiş olsaq ki, inşallah ümid eləməliyik ki, Allah Taala bizdən bu namazı qəbul eləyəcək. Çünki Allahın rəhmi böyüdür, Allahın mərhəməti çox genişdir. Allah həmin Allahdır ki, Həzrəti Adəmi quru torpaqdan yaratdı və ona can verdi, ona ruh üfürdü. Elə ki, ruh can gəldi, Adəm hərəkətə gəldi, Adəm canlandı, Adəm düşünən, görən, bilən bir varlığa çevrildi. Təfəkkür sahibi oldu. Yəni o canlanma adi bir canlanma deyil, bir ağacın canlanması kimi deyil. Hətta təfəkkür kimi bir böyük nemətə sahib oldu, ağıl sahibi oldu. Yəni belə canlandırdı. Yaxud biz görürük ki, Həzrəti Musa əleyhissalam əlindəki ağacı atırdı, ağac canlanıb əjdahaya çevrilirdi, sehirləri batil edirdi. Yaxud biz görürük ki, bəzən ağacı öz əlimizlə yumşaq yerdə əkirik, su veririk, o ağac bitmir. Amma bir də görürsən ki, bir qayanın, daşın üzərində Allah Taala ağac bitiribdi, bir daşı parçalayıbdı, onun içindən su çıxardıbdı. Bu cür Allah Taala rəhm eləyəndir, gərək biz ümidvar olaq ki, Allah Taala bizim əməllərimizi qəbul edəcək. Digər bir şərt namazın elə zahirində. Dedik ki, namazın zahirindəki şərt bir məsələsi vacibatdır, bir məsələsi də müstəhəbbatdır. Biz gərək namazın müstəhəblərini də yerinə yetirməyə çalışaq. Çünki bu namazın müstəhəblərinin onun həm kamal dərəcəsinin artmasında, həm də namazın qəbul olunmasında çox böyük təsiri var. Biz görürük ki, bir hədisdə Həzrət İmam Sadiq əleyhissalamın səhabələrindən biri o Həzrətin yanına gəlir, Həmmad İbni İsa adında. Həzrət ona buyurur ki, ey Həmmad, namaz qıla bilirsən? Həmmad deyir ki, ağa mən neçə ildir namaz qılıram, hətta mən Həriz kitabını oxumuşam. Həriz kitabı namaz haqqında namaza aid yazılmış bir kitab idi. Hətta ondan əlavə 300 hədis bilirəm, təkcə namaza aid olan hədislərdir. Həzrət buyurur ki, nə iradı var? Dur, 2 rəkət namaz qıl. Həmmad qalxır, 2 rəkət namaz qılır. Həzrət İmam Sadiq əleyhissalam ona buyurur ki, ey Həmmad, sənin namazın düzgün deyil. Sonra Həmmad imamdan xahiş edir ki, 2 rəkət imam namaz qılsın. Həmmad baxsın, görsün imam necə namaz qılır. Elə ki, imam namaza qalxır, imam vacibatları ilə yanaşı onun müstəhəblərini də yerinə yetirir. İnşallah bu haqda gələn verilişimizdə biraz artıq danışarıq. Allah bizim ibadətlərimizi, namazımızı qəbul eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.